Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Bugün politologiya giriş mühazirə seriyamızın 16-cı mühazirəsində sizlərlə birlikdə ictimai rəy anlayışından bəhs edəcəyik. İctimai rəy anlayışının əsas elementlərindən danışacağıq ki, bunlar haqqında birazdan sizlərə məlumat verəcəm. Mühazirəmizə başlamamışdan əvvəl əziz dostlar, əgər istəyirsinizsə kanalımıza abunə ola bilərsiniz, videoları bəyənib şərh yaza bilərsiniz və ya tam əksi videoları bəyənmirsinizsə bəyənməyə bilərsiniz, yəni dislike edə bilərsiniz. Şərhlərdə təşəkkür etməyə də bilərsiniz. Təklif edə bilərsiniz, tənqid edə bilərsiniz. Hər nə edirsinizsə edin, ancaq bir şeylər etməyə, səy göstərməyə çalışın ki, alqoritma kanalı daha aktiv olaraq görmüş olsun və beləliklə daha çox dostların qarşısına çıxa bilək. Bu məlumatı vermək istəyirdim. İndi isə əziz dostlar, ictimai rəy anlayışımıza ya da konsepsiyamıza başlayaq. Əvvəla içindəkilər hissəsini təqdim edəcəm. Burada giriş hissəsindən danışacağıq, ictimai rəyin formalaşmasından danışacağıq, dövlət idarəçilərinin ictimai rəyi müəyyənləşdirmə yollarından danışacağıq, ictimai rəyin funksiyalarından, ictimai rəyin tərkib hissələrindən, ictimai rəy sorğularından və nümunə götürmə üsullarından danışacağıq. Ardından nəticə ilə mühazirəni tamamlayacağıq. Əziz dostlar, bilirsiniz ki, ictimai rəy politologiya elmində xüsusi əhəmiyyətə sahib olan bir konsepsiyalardan biridir. Və yaxud da bilmirsinizsə artıq bundan sonra onun nə qədər dərin məna daşıdığını öyrənmiş olacaqsınız. Bilirsiniz ki, əziz dostlar, biz politologiya elmində daha çox tarixi datalara baxırıq, onları müqayisə edirik, təhlil eləyirik, öyrənməyə çalışırıq ki, gələcəkdə belə bir hadisə baş verdiyi zaman hansı metoda müraciət edək? Və biz X tarixində X hadisəni və ya кейsə baxdığımız zaman orada baş verən proseslərin gələcəkdə olma ehtimallarını da nəzərə almalıyıq. Ancaq biz tarixə hər zaman qapalı qalıb öz fəaliyyətimizi davam etdirə bilmərik. Bunun üçün də mövcud vəziyyətlə maraqlanmağımız da lazımdır. Əks təqdirdə politologiya elmi daha çox tarix elminin əhatəsi altında qalmış ola bilər və yaxud da politologiya elminin digər alt sahələrində yıxılıb qala bilərik. Amma bizi daha çox maraqlandıran sahələrdən biri də mövcud vəziyyətə dair şərh vermək və ya proqnoz verməkdir. Hansı ki, biz əvvəlki tarixdə baş verən hadisələri də nəzərə alırıq burada sözsüz və burada mövcud vəziyyətdə baş verənlərin də nə ola biləcəyini əvvəlki hadisələr oxşar bir nəticə, səbəb nəticə varsa, buna görə də proqnoz verə bilərik. Ancaq biz burada mövcud vəziyyətdə baş verən prosesləri birmənalı şəkildə gündəmə baxaraq müəyyən eləyə bilirik. Təbii ki, gündəmin nə olduğu bizim üçün böyük əhəmiyyət kəsb eləyir. Amma gündəmə baxarkən də son 3 gün məsələsini yaddan çıxarmamaq lazımdır. Bu da əlavə bir məlumat olsun ki, çünki adətən insanlar gördüyü anda yazmağa səy göstərirlər. Təəssüflər olsun ki, bizim bir çox politoloqumuz və ya namizədlərimiz. Amma məsələ odur ki, 3 gün bir hadisə üstündən keçməlidir ki, əlində yaza biləcək qədər bir material olsun. Əks təqdirdə hipotetik bir şəkildə olmayan şeylərdən də danışa bilərsən. Burada ictimai rəy konsepsiyası, anlayışı ortaya çıxmaqdadır ki, biz ictimai ictimai rəy anlayışı ilə birlikdə artıq mövcud vəziyyətdə baş verənləri anlaya bilirik. İştirakçı demokratiyanın da demək olar ki, 1980-ci illərdən sonra öz təsirini artırmağı ilə birlikdə birmənalı şəkildə ictimai rəyin də təsiri artdı. Həmçinin buna biz demək olar ki, sosial şəbəkələrin, telefon və texnologiya sahəsinin də inkişafını əlavə edə bilərik ki, bu vasitələrin artıq intensivləşməsi və insanlar arasında populyar hala gəlməyi ilə də birlikdə demək olar ki, iştirakçı demokratiya öz inkişafının üst səviyyəsindən çıxıb və ya ona doğru gedir. Digər tərəfdən ictimai rəy anlayışı da birmənalı şəkildə vahid aktorların nəzarətindən çıxma ehtimalı daşıyır ki, bu da insanların bu faktora daxil olmağına səbəb ola bilər. Amma təbii ki, bunun qarşısında da hələ onlarca problemlər var.
Mən ictimai rəy anlayışından, hani, izah etmək üçün, tərif vermək üçün, professor Mümtaz Türkönənin, kitabından istinad edəcəm ki, o ictimai rəy belə tərif edir. İctimai rəy geniş mənada xalqı maraqlandıran müəyyən bir mövzuda, müəyyən bir zamanda ümumi hökmü yaxud ortaq düşüncələri ifadə edir. Buradan nə anladıq əziz dostlar? Buradan bunu anladıq ki, ictimai rəy anlayışı bir mənalı şəkildə xalqın çoxluğu tərəfindən mənimsənilmiş bir gündəm mövzusudur. 2. O müəyyən bir mövzuda olur və müəyyən bir zamanda olur. Amma bu ümumi hökmü, necə deyərlər, bu daha doğrusu ümumi hökmü özündə ifadə edir. Yəni çoxluğun, ortaq fikirlərini, həmçinin də düşüncələrini ifadə edir. Amma bu o mənaya gəlməməlidir ki, mən yəni burada qatılmadığım məqam budur ki, çoxluğun qəbul eləmədiyi məsələlər də ictimai rəyi ortaya çıxarır ki, bu da alternativ fikirlərdir. İştirakçı demokratiyanın arzuladığı məsələlərdir. Bunlar haqqında birazdan danışacağıq. Burada da qeyd elədiyim kimi, yalnız hökmran fikir yox, birbaşa alternativ fikirlər də özünü bu ictimai rəyin altında ehtiva edir. Yəni ictimai rəyi əziz dostlar bir tavan olaraq düşünə bilərsiniz və bu tavanın altında olan hər şey bir mənalı şəkildə ictimai rəyin sütunlarını təşkil edir. İctimai rəyin formalaşması var əziz dostlar. İctimai rəy formalaşmadan əvvəl müəyyən bir mövzular var, müəyyən bir ingilis dilində desək topiklər var. İnsanlar özlərini daha çox maraqlandıran, daha çox qorxudan və yaxud da gələcəkləri haqqında daha çox özlərinə üstünlük qazandıracaq mövzulara daha çox üstünlük verirlər. Və ya burda birbaşa insanların fikirlərindən daha çox ki, biz burada hələ də müasir dövrdə 2025-dən 2026-ya keçdiyimiz bu sentyabr, oktyabr aylarında belə biz insanların iradələri əsasında bir mövzuda müəyyən bir fikir verdiyini tam şəkildə deyə bilmədiyimiz bir dövrdə, bir erada bir mənalı şəkildə qəbul eləməliyik ki, insanların da bu ictimai rəyi formalaşdırmağında və yaxud da mövzuları seçməyində təzyiq, maraq və siyasi partiyaların böyük bir rolu var ki, onlar öz maraqları istiqamətində müəyyən təbliğat vasitələri ilə, ünsiyyət vasitələri ilə insanları ya da kütləni bir istiqamətə doğru yönləndirə bilirlər. İndi gəlin buna bir nümunə verək. Bir tərəfdə əziz dostlar, bir tərəfdə ekologiya mövzusunda müəyyən bir problem var. Nə qədər maraqlı olar bizim üçün. Digər tərəfdə hərbi məsələ var. Qarabağ məsələsində olduğu kimi. Üçüncü tərəfdə isə təhsil var. Azərbaycan cəmiyyətində nümunə olaraq deyirəm, Qarabağ problemi digər problemlərin də səbəbi olduğu üçün, yəni iqtisadi, sosial, siyasi, psixoloji, hüquqi problemləri olduğu üçün təbii olaraq cəmiyyətimiz nəyə üstünlük verəcək? Təbii olaraq cəmiyyətimiz ikinci mövzu, yəni Qarabağ məsələsinə üstünlük verəcək və gördüyünüz kimi də case study taktik metodu ilə baxdığımızda da 27 sentyabrı xatırlayanlar bilir. O gün ictimai rəyin pik son mərhələsi idi ki, artıq insanlar Qarabağ məsələsini müzakirə eləyir, gündəmə gətirir. Onun üçün həll yolları, müxtəlif çıxış yolları təklif edirdilər. Marjinal və çoxluqda olan majoritar qruplar hər biri özünə məxsus bir şəkildə həll yolu göstərirdi. Və bu həll yollarından daha çox gördüyünüz kimi biz daha tolerant bir xalq olduğumuz üçün biz daha çox diplomatik yola üstünlük vermişdik. Ancaq 2010-cu ildən sonra biz gördük ki, bu diplomatik yolla məsələ həlli demək olar ki, mümkünsüzdür. Və beləliklə hökumət də xalqdan gələn tələbi də nəzərə alaraq qarşı tərəfin proaktiv düşüncələrini, hərəkətlərini, şiddətini də zorakılığını da nəzərə alaraq hərbi yolla məsələnin həllinə 2010-cu ildən etibarən qərar verdi və beləliklə ictimai rəy ilə xalq nəticəsində xalq və iqtidar birliyi əldə edilmiş oldu və 27 sentyabr tarixində işğalçıya qarşı bir mübarizə başlatıldı.
Burada da gördüyümüz kimi ictimai rəylərdə müxtəlif mövzular arasından bizə ən çox maraqlandıran mövzunu seçmiş olduq. Təbii ki, burada müəyyən maraq və təzyiq qruplarının da maraqları oldu. Onlar da məsələn Qarabağ qaziləri qrupları və digər maraq qrupları ki, onlar da insanlara gəlin bu yolla həll edək. Bunu həmişə gündəmdə tutdular. Problemləri hər zaman gündəmdə tutdu. Hökumət özü də həm daxili də yəni internal, həm də international olaraq, yəni həm də beynəlxalq olaraq bu problemi hər zaman gündəmdə tutdu. Hər zaman Birləşmiş Millətlər Təşkilatındakı çıxışında cənab prezident də bunu dəfələrlə vurğuladı və gördük ki, həqiqətən ictimai rəyin davamiyyəti də özünü göstərdi və beləliklə həll yolu ilə də daim dinamik qalaraq həllini də tapmış oldu. Bu gözəl bir case study nümunəsi olaraq sizlərə təqdim etmək istədim. Burada da gördüyünüz kimi əziz dostlar, çoxluq dəstəkləyir bu mövzulardan birini və o üstün olduğu üçün gündəmə gəlir, ictimai rəyi formalaşdırır, ictimai rəyə gəlir. Təbii ki, bu ictimai rəyin formalaşmasında da müəyyən amillər var. Məsələn, təhsil var, gəlir var, bölgə var, ideologiya var, cins var, yaş var. Yəni məsələn, burda biz təhsilli şəxslərin bu case study-dən başqa bir nümunə verək. Məsələn, bəlkə bizim ölkədə də, cəmiyyətdə də müzakirə olunacaq mövzulardan biri hərbi, yəni məcburi hərbi xidmətin eee, necə deyim, müddəti ilə bağlıdır. Məsələn, bəzi tərəflər, daha çox gənclər deyə bilər ki, mən hərbi xidmətdə 3 ay olmaq istəyirəm. Daha çox liberal qruplar, məsələn, ideolojik məsələlərdə liberallar deyə bilər ki, 3 ay hərbi xidmət, hətta heç hərbi xidmətin olmamağını da deyə bilərlər. O hal-hazırda alternativlərimiz arasında deyil. Deyə bilərlər ki, hökumətin xərclərini azaltmaq üçün, ya dövlətin xərclərini azaltmaq üçün hökumət hərbi xidməti 3 aya endirsin və beləliklə həm gənclər, necə deyərlər, qısa bir müddət ərzində məlumat alsınlar, həm də iş həyatından, belə deyək də, uzaqda qalmasınlar, məşğulluqlarından olmasınlar və ya təhsil alacaqlarsa, qalmasınlar. Liberallar məsələn bunu deyə bilər. Konservativlər tam əksinə deyə bilər ki, xeyr, niyə? 18 ay olmasa belə heç olmasa 6 ay olsun ki, insanlar, vətəndaşlar daha doğrusu, hərbi xidmət haqqında məlumat sahibi olsunlar, müharibə zamanında nə edə biləcəklərini bilsinlər. Amma onlar da məsələn deyə bilər ki, hə 12 ay, 18 ay olmasın, məsəl üçün, hərbi, büdcəyi nəzərə alaraq, büdcə çox artmamağı üçün bunu deyə bilərlər. Yəni burada da gördüyünüz kimi bir müəyyən mövzular ola bilər və burada hər bir təhsil səviyyəsinin, gəlir səviyyəsinin, bölgənin, cinsiyyətin, yaşın, ideologiyanın da fərqli baxış bucaqları olacaq. Bu da cəmiyyətin demokratik əsaslarda inkişafı üçün zəruri olan məsələlərdən biridir və bu da iştirakçı demokratiya üçün vacib bir amildir ki, burada da bunu görə bilərik. Məsələn, ya da silah lobbiləri məsələn, cəmiyyət daxilində müəyyən, media vasitələri vasitəsilə deyə bilər ki, burda bir nəfər öldü, bir nəfərə hücum oldu, bir nəfəri döydülər, bir nəfəri öldürdülər, bir nəfər belə oldu, bir nəfər belə oldu, öldü, öldürüldü, yaralandı, yaraladı və sairə. Belə xəbərləri də artıraraq silah lobbiləri də məsələn bunu istəyə bilər. Xalqa deyə bilərlər ki, kütləyə gündəm yaratmaq üçün, gəlin silahlanaq. Silahlanaq ki, necə deyərlər, özümüzü qoruya bilək. Belə deyə bilərlər ki, bu amildə də bir mənalı şəkildə əgər insanlar qorxsa, çəkinsə və bunun qarşısında hökumət məsələn, polis qüvvələri aktiv rol almasalar, bunun qarşısını ala bilməsələr, təhsil səviyyəsi aşağı olsa, təbii ki, Amerika nümunəsində olduğu kimi insanlar silahlanacaq. Bu da böyük bir problemləri özündə gətirəcək. Buna görə də əziz dostlar, məsələn, burada da bir məsələ gündəmə gəlirsə, bunun arxasında kim qazanır, kim itirir, ona da baxmaq lazımdır. Çünki bir şeyi kör-körənə dəstəkləmək lazım deyil, mümkün deyil. İnsanın təbii ki, təhsil səviyyəsi də bunu göstərir. Təhsil səviyyəsi artıq olan insanlar rasional düşüncəli insanlardır, proqnozlaşdıra bilirlər. Onlar daha çox oxuduğu üçün baş verən proseslərin kimi qazandırıb kimə itirəcəyini də bilirlər. Buna görə də onlar üçün rahatdır. Mən də hər zaman bir xəbər oxuduğum zaman birmənalı şəkildə baxıram ki, o xəbər niyə çıxıb? O xəbərin arxasındakı səbəb nədir? Nəticə nədir? Nə ola bilər daha doğrusu? Ona görə qərar alıram. Məsələn, dövlət idarəçilərinin ictimai rəyi müəyyənləşdirmə yolları da var əziz dostlar. Burada məsələn hökumət X bir ölkəsində, X bir hökumət
bir məsələ ətrafında bir qərar alacaqsa, ictimai rəyi müəyyənləşdirmək üçün gedir müəyyən aktorlarla belə deyək, əməkdaşlıq eləyir. Məsələn, təzyiq və maraq qrupları ilə eləyir, işçi həmkarlar birliyi ilə, nə bilim, ekoçularla, digərləri ilə falan əməkdaşlıq eləyir, onların fikirlərini alır, nüfuzlu şəxslərdən fikirlərini alır ki, bunlar nə düşünürlər? Yəni mən hansı qərar alsam, bunlar hansı reaksiyanı verə bilərlər? Bunları hesaba qatır. Ardından məsələn, hökumət, müəyyənləşdirmək üçün məsələn, cəmiyyət daxilindəki şayiələrə baxır, rəvayətlərə baxır, söz-söhbətlərə baxır ki, insanlar nə haqqında danışır. Çünki həqiqətən də şayiələrin, rəvayətlərin, söz-söhbətlərin o qədər böyük bir təsiri var ki, yəni, cəmiyyətdə, böyük problemlər də yarada bilər. Məsəl üçün, burda fərziyyə nəzəriyyələrdən nümunə verə bilərik ki, hamımız bilirik ki, təyyarə havada uçarkən arxasında ağ rəngdə buludlar, bu qaz, buludu buraxır. Bu da onun ağ neftdən istifadə olunmağı ilə əlaqəlidir. Amma bəzi qruplar insanları çaxnaşdırma yaratmaq üçün nə edirlər? Şayələr yayırlar ki, məhz, bu yolla demək olar ki, hökumət və ya da hansısa qrup, insanları zəhərləməyə çalışır, insanlara mənfi təsir göstərmək istəyir falan filan. Yəni bu sadəcə, bizim cəmiyyətdə olan bir şey deyil. Bütün cəmiyyətlərdə görünən bir amildir ki, hələ də bəzi qruplar dövlətlərin yad planetlər tərəfindən idarə olunduğuna inanırlar. Yəni belə bir vəziyyət də var əziz dostlar. Yəni burada şayiələrin, rəvayətlərin, söz-söhbətlərin həqiqətən böyük bir rolu var. Hökumət daha sonra əziz dostlar nə edir? Məsələn, ictimai rəy sorğuları keçirilir, anketlər təşkil edir ki, cəmiyyətin, fikirlərini ölçə bilsin. Cəmiyyət nə istəyir? Cəmiyyətin məqsədi nədir? Cəmiyyət hökumətin aldığı qərara məsələn hansı reaksiyanı verdi və yaxud da hansı reaksiyanı verə bilər? Yəni bunlara ölçür. Seçkidən əvvəl məsələn xalqın fikirlərini ölçür və təbii ki, xalq səsverməsi dediyimiz hani referendum vasitəsilə də birbaşa artıq son olaraq xalqın bir məsələdə fikrini öyrənərək onu hüquqiləşdirir, legallaşdırır. Bu amillər də məhz müəyyənləşdirmə yollarıdır. İctimai rəyin funksiyaları nədir əziz dostlar? Yəni ictimai rəy nə işə yarayır? Yəni bizə ya da cəmiyyətə necə bir təsiri var? Rolu nədir? Ona baxaq. Bir gündəmi yaradır. Yəni media və reallıq fərqi var bir mənalı şəkildə. Yəni gündəm yaratmaqda ictimai rəy özünü göstərir. Yəni media qeyd elədiyim kimi, media sizə bir çərçivədə məlumatı verir və sizi ona inandırmağa çalışır. Ya özü edir bunu, ya hansısa maraq və təzyiq qrupları ya da hökumətin istəyi ilə bunu həyata keçirir və burada da medianın reallığı ilə həqiqətin, yəni həqiqi olan reallıq arasında da fərqlər var. Təbii ki, reallıq özü də nisbi bir anlayışdır. Hər qrupun özünün bir reallığı var. Burada da ictimai rəy rol oynayır ki, o bu qədər həqiqət içəri həqiqətləri birləşdirərək bir universal bir həqiqətə çevirməyə çalışır. Bu da çox çətin bir məsələdir. İkinci məsələ isə irəli çəkməkdir. Burada da əziz dostlar, irəli çəkmək məsələsini deyəndə, yəni bunu anlayın ki, həm hökumət, hakimiyyət, həm də müxalifət öz mediası vasitəsilə özlərinə sərf eləyən məsələləri götürüb kopyalayıb yapışdırır. Oradan ya da sözlərin arasından çəkərək onu gündəm eləyir. Deyir ki, bax hökumət bunu dedi və yaxud da hökumət də deyir ki, müxalifət bunu dedi. O buna deyir, bu buna deyir. Hamısının da bir vasitəsi var, yazıçıları var, fikir jurnalistləri var, yəni köşə yazarları var belə deyək. Onlar bir-birini ittiham eləyirlər. Kim daha çox inandırıcı olursa ritorik olaraq, xalq da təbii ki, ona istiqamətlənə bilər. Çərçivələmə məsələsi var əziz dostlar. O da odur ki, müəyyən məsələn qanunlar var, qəbul edilən. Hökumət ya da hakimiyyət bunu öz çərçivələməsi ilə müsbət bir şəkildə sizə çatdıra bilər. Və yaxud da müxalifət bunu öz çərçivələməsi ilə fərqli bir şəkildə çatdıra bilər. Məsəl üçün, tutaq ki, obezit xəstəliyi, məsələn, obezite hansını qəbul edirsinizsə, belə bir xəstəliyi var və bunlar belə deyək ki, artır. Hökumət məsələn deyə bilər ki, hakimiyyət deyə bilər ki, bu media vasitəsilə deyə bilər ki, baxın, insanlarımız o qədər yemək yeyir ki, o qədər kalorili yemək yeyir ki, insanlarımız bu qədər kökəlib deyə bilər.
və yaxud da müxalifət də deyə bilər ki, xeyr, insanlar sağlam qidalanmadığı üçün obezit olublar, yəni obezit olublar. Yəni onlarda problem bununla əlaqəlidir. Yəni gördüyünüz kimi çərçivələmə ilə hər iki tərəf özünə məxsus bir şəkildə cavab verə bilir. Və yaxud da buna ekoçuları da daxil eləyə bilərik ki, məsələn deyirik ki, qatar yəni qatar vasitəsilə demək olar ki, yüklərin daşınması, yoxsa hava limanı vasitəsilə, yəni təyyarələrlə. Bu da böyük bir müzakirə mövzusudur ki, daha çox sənaye ilə məşğul olan insanlar daha sürətli olsun deyə daha çox təyyarəyə üstünlük verə bilərlər. Amma ekoçular deyə bilər ki, təyyarə birbaşa ətraf mühitin kirlənməsinə, çirklənməsinə səbəb olur. Ona görə dəmir yolu daha təmizdir. Oradan davam eləyək. Yəni hər birinin özünə məxsus həqiqəti var. Ona görə də bir hadisəni çərçivələyib belə təqdim edirlər. İctimai rəyin tərkib hissələri var əziz dostlar. Bu birincisi mövzunun varlığıdır. Yəni mövzu olmadan əziz dostlar bir şeydən danışa bilmərik. Yəni bir şeydən danışa bilməyimiz üçün mütləq amma mütləq mövzunun var olmaq lazımdır ki, bunun da necə var olduğunu mən sizə izah elədim. Yəni müəyyən mövzular arasından birini seçərək onu ictimai rəy edirik. İki, xalqın dinamik quruluşu var ki, xalq hər an fikrini dəyişə bilər. Yəni statik deyil, dinamikdir, dəyişilə bilər, daim hərəkətdədir. Statik daha dayanan, durağan olan deməkdir. Dinamikdir və hər anda baş verən hadisələrə görə və ya media vasitələrinin onları manipulə etməyinə görə dəyişiklik göstərə bilərlər, fikirləri dəyişə bilər. İctimai rəydə daha çox hədəflənən şey tərkib hissəsindən biri də müxtəlif fikirlərin birləşdirilməsidir. Müzakirələr, arqumentlərlə, uzlaşdırma ilə müxtəlif fikirlər birləşərək çoxluq 50%-dən çoxu qəbul etdiyi zaman ictimai rəyə çevrilə bilir. Düşüncələr ifadə edilməlidir birmənalı şəkildə. Sadəcə majoritar fikir yox, yəni çoxluq fikri yox, minor olan fikirlər də, yəni marjinal fikirlər də səsləndirilməlidir. Bunlar arasından insanlar hansına daha çox inanarsa, ona doğru istiqamət almalıdır. Əlbəttə ki, ictimai rəyin əsas tərkib hissələrindən biri saydır. Say, çoxluq olmadan ictimai rəydən danışa bilmərik. 10 nəfər biz oturub burada deyək ki, məsəl üçün belə olsun, elə olsun, amma olmur axı 10 milyonluq bir əhalidə 10 nəfər nədir ki? Yəni onların fikrindən nəsə götürüb bir fikir bildirək. Olmaz. Bu da legitim olmaz hər şeydən əvvəl. Proseslər isə formalaşma mərhələsi var. Ondan da bəhs elədim sizə əziz dostlar. Yəni birinci mövzular arasında mövzu seçilir. Dinamiklik bir şəkildə xalq ona dəstək verir müəyyən diskurslarla birlikdə. O artıq çoxluq tərəfindən mənimsəndiyi zamanda demək olar ki, ictimai rəyə çevrilmiş olur. Ardından hökumətin buna uyğun bir şəkildə qərar alıb almamağı da o prosesin gedişatını göstərir. İctimai rəy sorğuları var əziz dostlar. Burada da ictimai rəy sorğuları ilə biz tanış olacağıq. Birinci, siyasi ictimai tədqiqatlar gəlir. 2, seçki tədqiqatlarıdır. 3, dövlət idarəçiləri üçün informasiya mənbəyidir. 4, fərdlərin siyasətə marağını artırmadır. Yəni ictimai rəy sorğuları vasitəsilə bu 4 hədəfə çatmış olacağıq. Birincisi, siyasi ictimai tədqiqatlar nədən ibarətdir? Bu barədə danışırıq onsuz da. Yəni insanlar cəmiyyətdə baş verən ictimai siyasi vəziyyət haqqında bir tədqiqat edirlər, sorğular vasitəsilə bir fikri qənaətə gəlirlər ki, məhz cəmiyyətdə belə bir proses var. 2, seçki tədqiqatlarıdır ki, burada da seçkidən əvvəl və seçkidən sonra tədqiqatçılar, politoloqlar anketlər təşkil eləyərək insanların hansı partiyalara səs verəcəyini əvvəlcədən proqnozlaşdırırlar. Sonra seçkidən sonra şəxslərin hansı partiyaya səs verdiklərini artıq netləşdirmiş olurlar ya da ona yaxın bir şəkildə fikir mübadiləsi apararaq neçə faizin artıq kimə, hansı partiyaya, nə üçün səs verdiyini də öyrənmiş olurlar. Təbii ki, bu səs vermələr, rəy sorğuları birbaşa dövlət idarəçiləri üçün informasiya mənbəyidir. Onlar alacaqları qərarların necə reaksiya ilə qarşılaşacaqlarını proqnozlaşdırmaq üçün rəy sorğuları keçirdirlər. Bir də burada fərdlərin siyasətə marağını artırma yazmışdım. Burada da bu rəy sorğuları nə qədər çox olarsa,
İnsanların siyasi sosiallaşması da o qədər çox olur. Çünki insanlar xəbərlərə baxır, televiziyaya baxır, sosial şəbəkəyə baxır ki, anketlər təşkil olunur və anketlərdə bu qədər faiz bir partiyaya səs verilib. İnsan maraqlanır, deyir ki, bu niyə bu partiya bu qədər çox dəstək toplayıb, onu araşdırır, edir falan, siyasi sosiallaşmış olur. İndi isə nümunə götürmə üsullarına baxacağıq. Burada sizə qısa məlumat verəcəm, amma ümid edirəm ki, sizin üçün məntiqli açıqlamaları olacaq ki, gələcəkdə hazırlayacağım tədqiqat metodları dərslərində də bundan geniş bəhs eləyəcəm. Mənbələri də oxumağınızı istədiyim mənbələri də açıqlama hissəsində yazacağam. O kitabları əldə edərək də oxuya bilərsiniz. Məsələn, təbəqəli kvota nümunəsi var. Bu nədir? Təbəqəli kvota nümunəsində əziz dostlar, rəy sorğusu keçiriləcəyiniz təqdirdə insanları, yəni bu respond dediyimiz sorğuda iştirak eləyəcək insanları biz yaşına, irqinə, cinsiyyətinə, ideologiyasına, bölgəsinə, nə millətinə, irqinə hər kateqoriyalara ayırırıq. Bu, əziz dostlar, dərin bir informasiya verir. Sözsüz, buna mən heç nə demirəm. Amma çox xərclidir, çox zaman tələb eləyir və bu qədər zaman üçün hazırlanacaq şey, yəni qarşılığını tapmaq, tam otuzdurmaq çox çətindir. Çünki siz seçki və sorğu elə bir şeydir ki, bu gün bu nəticəyə gəlirsiniz, sabah o dəyişə bilər. O biri gün tamamilə dəyişə bilər, ya tam əksi ola bilər. Yəni burada bir nəticəyə gəlmək çox çətindir. Ona görə bu qədər xərc çəkib bir sorğu keçirtməyi çox məqbul görmürlər ki, hal-hazırda müasir dövrdə də çox bu sorğu tipindən qaçırlar. Təsadüfi nümunə isə əziz dostlar, insanları sorğu keçirəcəyiniz insanları seçirsiniz. Xüsusilə də kompüter vasitəsilə random dediyimiz, yəni təsadüfi olaraq şəxslər çıxır qarşınıza, onların fikirləri çıxır və elə toplayırsınız. Yəni insanları belə irqinə, cinsiyyətinə falan görə bölmürsünüz. Normal bir insan iştirak elədi, ora sual verdiniz və cavabları aldınız, qurtardı, getdi, bitdi. Sahə nümunəsi isə əziz dostlar, belə deyə bilərəm ki, sahə nümunəsində siz müxtəlif yollara da müraciət edə bilərsiniz. Bu müsahibə ala bilərsiniz falan filan. Amma daha çox sahədə müsahibə üstünlük təşkil etsə də, amma siz məsələn anket təşkil etdiyiniz üçün gedib bu sahədə müəyyən istiqamətləri, müəyyən regionda, müəyyən necə deyirlər, positionda o necə deyirlər, anketinizi verərək insanların fikirlərini toplayaraq bir fikir əldə edə bilirsiniz. O sahəyə gedərək, yəni kompüter arxasından və ya kitabxanadan yox, birbaşa o hadisənin olacağı yerə gedib bunu öyrənə bilirsiniz. Təbii ki, burada keyfiyyət və kəmiyyət balansı mütləqdir. Yəni ola bilər ki, 5 nəfərdən keyfiyyətli bir cavab ala bilərsiniz, amma bu yenə də kifayət eləmir. Çünki bizim bir nümunə, bir model hazırlaya bilməyimiz üçün müəyyən qədər insanlara ehtiyacımız var. Məsələn, 1000-1500 nəfər adam ən azından bizim işimizi görür, bir kifayətdir. Ancaq biz hansı mövzuda və hansı genişlikdə bir məsələdən danışırıqsa, bunu müəyyən eləməliyik. Məsələn, əgər X ölkəsində bir seçkidən danışırıqsa və yaxud da X bir ölkəsində X bir qərar alınıb və buna xalqın fikirlərini öyrənmək istəyirsinizsə, onu məsələn hansı ərazidə o baş verib məsələn? Bir dövlət ərazisində baş veribsə, təbii ki, o böyük bir xərc tələb eləyir. Gedib bütün şəhərlərdə bunu müəyyən 1000-1500 nəfər arasında məsələn aparıb birləşdirməlisiniz və yaxud da əgər bir X rayonunda bir hadisə olub, o hadisə haqqında bir ya da bu baş verən hadisəyə reaksiyalarını X rayonunda yaşayan insanların bilmək istəyirsinizsə, hə, o rahatdır. O rayonun müəyyən məntəqələrində gedirsiniz. Sadəcə meydanında durub almaq düzgün deyil. Kəndinə gedin, qəsəbəsinə gedin ki, görün o rayondakı insanların ümumi fikirləri nədir, ona görə fikir daha məqbul sayılır. Gəldik əziz dostlar nəticəyə. Nəticədə biz bunu deyə bilərik ki, rahat bir şəkildə ictimai rəy demokratiyanın mühüm bir strukturudur, yəni sütunudur. İctimai rəy olmadan demokratiyadan bəhs etmək mümkün deyil. Politologiya elminin özü üçün də bir mənalı şəkildə baş verən prosesləri ictimai rəy olmadan anlamaq, şərh etmək mümkün deyil. Hakimiyyət üçün yol göstərici funksiya daşıyır. Bir mənalı şəkildə hakimiyyət də özü həm demokratik bir hakimiyyət, demokratik idarəçiliyə sahib olan hakimiyyət xalqın, cəmiyyətdən gələn tələbləri nəzərə aldığı üçün böyük bir rol oynayır, yəni ictimai rəy. Medianın və sorğuların
təsiri həlledicidir. Birmənalı şəkildə media insanların qərarlarına təsir edə bilir, onların istiqamətini müəyyən edə bilir. Buna biz təzyiq, maraq, siyasi partiyaları da daxil edə bilərik. Cəmiyyətin düşüncələrinin toplanması siyasi qərarların legitimliyi. Bəli, xalq birləşir, bir mövzuda bir qərar verir və nəticədə çoxluğun qərarı birbaşa siyasi qərarların da legitimliyini nəticələndirir ki, xalqın çoxluğunun verdiyi qərar sonradan qanunverici orqan vasitəsilə legallaşır və artıq bütün dövlətdə demək olar ki, məcburi hala sahib olur. Belə əziz dostlar, məni izlədiyiniz üçün təşəkkür edirəm. Bu gün sizlərə əlimdən gəldiyi qədər ictimai rəy anlayışı konsepsiyası haqqında danışdım. Ümid edirəm sizin üçün faydalı oldu. Dəstək olmaq üçün kanala abunə ola bilərsiniz, videoları bəyənə bilərsiniz, şərh yaza bilərsiniz əziz dostlar. Əgər mümkündürsə dostlarınıza da kanalı tövsiyə edə bilərsiniz. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Çox sağ olun. Gələcək mühazirədə görüşmək ümidi ilə.